Hörmətli xanım sədr, hörmətli millət vəkilləri, doğrudan da qanun layihəsi olduqca yaxşı hazırlanmış bir qanun layihəsidir və uşaqlarımızın hüquqlarının qorunmasına xidmət edəcəkdir. Hər şeydən öncə hazırda biz bilirik ki, uşaqların tərbiyəsi uzun müddətli bir prosesdir və bu tərbiyə müdaxilə cəhdləri, müdaxilə imkanları hər gün bir qədər daha çox alır. Bunlar sosial şəbəkələrdir, digər internet resurslarıdır və s. Ona görə də bu qanun layihəsi əminəm ki, qarşımıza qoyduğu, dövlətimizin uşaq hüquqlarına bağlı qarşısına qoyduğu məqsədə xidmət edəcəkdir. Amma mənə elə gəlir ki, biz qanun layihəsinin preambula hissəsində bəzi terminlərə aydınlıq gətirməliyik. Körpə nədir? Hüquqi termin olaraq. Uşaq nədir? Neçə yaşına qədərdir? Yetkinlik yaşına çatmayan deyəndə nəyi nəzərdə tuturuq, yeniyetmə deyəndə nəyi nəzərdə tuturuq. Çünki belə olan halda hüququn tətbiqi konkretləşər. Biz bilirik gənc, tutaq ki, uşaq, amma digərlərinin də öz əksini tapması lazımdır ki, hüququn maariflənmə prosesində və yaxud hüququn tətbiqi məsələsində biz əziyyət çəkməyək. Bəzi məsələlər var ki, hörmətli xanım sədr, mənə riskli görünür burada. Bəlkə onlara yenidən baxaq. Məsələn, uşaqların vicdan azadlığıyla bağlı ayrıca bir başlıq var. 19-cu maddənin 2-ci bəndində uşaqların vicdan azadlığı və burada maraqlı bir ifadə var. Uşaqlar valideynləri ilə razılaşaraq dinlə tanış ola bilərlər, dini bilgilər əldə edə bilərlər. Dini bilgilər ilahi bilgilərdir. Uşağın zəkasından və təfəkküründən çox yüksəkdə duran bir hadisədir. Bu bir. Ona görə də uşaq bunu necə qavrayacaqdır? İkincisi, uşağın valideyni nə qədər hazırlıqlıdır ki, öz uşağına dini bilgilər versin. Bu da iki. Məncə, bu məsələyə baxılsa, qanunvericilik subyektlə bunu razılaşsaq çox yaxşı olar. Əks təqdirdə yanlış anlaşma o uşağın bütövlükdə gələcəyini məhv edə bilər. Radikalizmə sürükləyə bilər. Biz bunu çox bariz nümunələrini görürük. Bu, təkliflərindən biri budur. İkinci təklifin uşağın məlumat azadlığı. Biz bir tərəfdən uşağı qorumağa çalışırıq zərərli informasiyalardan. Bir tərəfdən də ona məlumat azadlığı tanıyırıq. Uşaq öz azadlıqlarının sərhədlərini özü müəyyənləşdirəcək qədər yetkinliyə sahibdirmi? Sahibdirsə, onda biz bu qanunu niyə qəbul edirik? Yox, sahib deyilsə, onda niyə buna bu azadlığı tanıyırıq? Mən bilmirəm, bax, burada da bir optimal bir yanaşma tapmalıyıq. Uşaqların birləşmək hüququ haqqında da Fuqar müəllim dediyim anına görə demirəm, doğrudan da burada qədər təzad var. Uşaqlar necə birləşə bilərlər və hüquq qarşısında Ədliyyə Nazirliyinə necə qeydiyyatdan keçəcəklər? Ayrı bir maddə var, 25-ci maddədə uşaqların keyfiyyətli təhsillə təmin olunmaq hüququ. Bu, məncə, burada əlavə bir maddə və yaxud əlavə bir bənd biz bura sala bilərik. Bu nədən ibarət? Hörmətli xanım, siz də xatırlatdınız, Azərbaycan dili məsələsinə toxundunuz və Azərbaycan dili ilə bağlı hətta bu Milli Məclisimizlə, Milli Elmlər Akademiyasının birgə keçdiyi konferansa istinad etdiniz. Bu çox gözəldir. Həqiqətən də dilimizi qorumalıyıq. Ancaq dil məsələsi sadəcə ünsiyyət məsələsi deyil, həm də təfəkkür məsələsidir. 1995-ci ildə dil məsələləri müzakirə olunanda Ulu Öndər Heydər Əliyev dedi ki, Azərbaycan dili çox gözəl dildir, çox zəngin dildir, tazə çox ləzzətli dildir. Şəhriyar da yazır ki, Türkün dili tək sevgili, istəkli dil olmaz. Başqa dilə qatsam, bu əsil dil, əsil olmaz. Fars şairi çox sözlərini bizdən aparmış, Sabir kimi süfrəli şair xəsil olmaz. Nə baş verir Azərbaycanda? Başqa dillərdə, mən dil fərqi qoymayacağım, rus dilində, ingilis dilində, fransız dilində fərqi yoxdur. Təhsil alan uşaqlar böyüyəndə bu dilin ləzzətini ala bilmirlər. Ulu Öndərin dediyi o ləzzət ki var. Çünki onların dil təfəkkürü başqa dil əsasında formalaşır. Ona görə mən təklif edirəm ki, əlavə edək bu uşaqların keyfiyyətli təhsil məsələsinə ayrıca bir bənd, ibtidai siniflərdə oxuyan hər bir uşaq, ingilis dilli məktəb, rus dilli məktəb fərqi yoxdur. İbtidai təhsilini Azərbaycan dilində alsın, rəsmi dövlət dilində alsın. Mən elə gəlir ki, biz onda daha yaxşı dilimizi qoruya bilərik. Diqqətinizə görə sağ olun.